Başa düşdüyümə qədər burada belə bir zehniyyət danışılır ki, güya seçimə getdiyində və məsələn iştirak etdiyində və Pezeshkiana ya filana rəy verdiyində Cumhur İslamının mənafi təmin olur deyə kimin? Ki, əlbəttə bunun içində də həqiqətlər var. Bir də onun içində bəzi şeylər də var. Mən də yəni bu keçən 40 neçə ildən sonra bu seçimlərdə fərqli düşüncəm var. Yəni heç zaman İran İslam Cumhuriyyətinin seçimlərinə müsbət gözünə baxmamışdım. Hətta belə Xatəmin dövründə də hətta. Baxmayaraq ki, Xatəmin dövründə çox müsbət elementlər də meydana gəldi və iç siyasətində bir dəyişiklik oldu və Azərbaycan da ondan gözəlcə bəhrə aldı. O zaman o məcəllələri, dərgilərin, danışıcı şeylərin çıxması və ya qəllə hərəkatı filan. Amma indi zənnimcə bəlkə biraz təcrübəyə bağlı bir şeydir bu. Bilmirəm, amma hər halda nəzərim budur ki, seçimlərdə iştirak bugün müsbət təsir var Azərbaycana. Biz bunu necə baxırıq, nə üçün belə düşünürük filan, onu əlbəttə ki, səbəb dəlil gətirməyimiz, qane etməmiz lazımdır. Əvvəla bunda bir parantez açım ki, bu danışıqlarda burada eşitdim budur ki, güya seçimlərdə iştirak etmək və Pezeshkiana səs vermək bu mənadadır ki, Pezeshkian gələcək çox böyük bir işlər görsün, həqiqətən reform eləsin, Cumhur İslamının sistemində bizə dəyişiklik eləsin. Mən belə düşünmürəm. İndi onu meyarları deyəndə aydınlaşdıracağım ki, niyə? Elə düşünməməyimiz lazımdır. Bir seçimə iştirak etmədə məqsəd və hədəf çox dəyişik ola bilər. Məsələn, sən birinə rəy verərsən ki, getsin sistemdə bir böyük işlər görsün. Amma sən birinə mümkündür rəy verəsən ki, böyük işlər görülməyəcək. Bəlkə orada başqa bir qarmaşa oradan meydana çıxa bilər. Məsələn, onlar ki, getdilər Musəviyə rəy verdilər o zaman. Musəvi nə idi yəni? Musəvi bir islahatçı da deyil ki, Musəvi usulgəra idi, amma serçəni bülbül rənginə rəylərlə verələ, o istedi o rənglənmiş serçə olsun. Amma nəticə nə oldu? Orası mühümdür. Nəticə böyük bir şuuriş oldu Yaşıl hərəkatında. Çünki Tehranda 3 milyon adam çıxdı. Və başqa yerlərdə də, şəhərlərdə çox böyük etirazlar çıxdı və etibar və məşruiyyət rejim onda sarsıldı. Niyə? O dərəcədə insanın meydana çıxması nədən qaynaqlanmışdı? Sistem içində təzadlıdan. İndi yetişirik o meyarlara. Əsasən bir siyasi ünsürün əsli düşüncəsi bu olmaq lazımdır ki, düşünsün ki, toplumda dəyişiklik üçün, təğyir üçün, toplumda hərəkətlilik üçün hangi təzadlıları barmaq qoysan üstünə o təzadların içindən o hərəkətlilik və ya o lazımi və istənən dəyişiklik ələ gələ bilər. Buna düşünmək lazımdır. Buna düşünməsən və ona diqqət etməsən mümkündür bəhslər dəqiq olmasın, yəni kökü bir yeri dayanmasın. İndi İran toplumunda yüzlərcə təzadlı var. Amma bəzi təzadlılar önəmli rol oynayan təzadlılar, əsli təzadlılarla, yəni hərəkətə gətirən, hərəkətliliyi icad edən bu təzadlılarla. Məsələn, xalq istibdad barışılmaz bir təzadlıdır da, bu əgərsə əlovlansa problem düzəldər. Bunun nümudu haradaydı? Qadın yaşam azadlıq hərəkatı onun o göstərisidir. Təzadlı xalq istibdadın göstərisi idi. Məsələn, Xordad hərəkatında Azərbaycanda bir hərəkət getdi 85-də. O hərəkət nəyindi? Hangi təzadlın içindən qaynaqlanmışdı? Xalq daxili istimar sisteminin təzadlığından meydana gəlmişdi. İranda bir istibdad var, bir də daxili istimar siyasət. Yəni, ulus dövlətlərdə, multietnik ölkələrdə bir millətin o etniyə milli dövlət düzətmək adı ilə başqa millətləri əzib və ayrı seçkiliyə məruz qoyma genel tərifdir daxili istimardan. Bu bir təzad yaradır o toplumda. Yəni qeyri-farslılar bu təərrüzə, bu zülmə qarşı hər zaman bu təzad əlovlanma halındadır, əgər şərait müsait olursa. O təzad ondan qaynaqlandı 85-ci. Ondan sonra bir başqa təzadlı da var. Üçüncü təzadlı dedim onu əlbəttə. İndi amma biraz misal gətirmək istəyirəm. Musəvi ilə Əhmədinecadın təzadlı. Əlbəttə o deyim burada. Musəvi ilə Əhmədinecadın təzadlı deyildi ha. Yəni islah tələb. Əlbəttə Musəvi islah tələb deyildi. Amma tüm müxalif mövqedə, cəngi qüdrətdə dururdu. İslah tələblər ondan himayət elədilər. Yəni onun yanında durdular.
Onun qarşısında Əhmədinəcad. Yəni Əhmədinəcad təzad Musəvi Əhmədinəcad deyirdi. Təzad islahat usulgəraları. Ki, usulgəraların kəlləsində kim durur? Lideri kimdir? Əhmədinəcad mı? Yox, Xamneyidir. İndi bugün Əhmədinəcad harda və Xamneyi harda? Buradan bunu bilmək olar ki, o təzaddıda, yəni rejimin cinahları təzaddıda onadır. Baləndə bir təzaddı deyil, amma baləndəliyə yardım və yataqlıq eləyən bir təzaddıdır. Yəni o təzad əlovlanırsa onun içindən xalqı bəhrəmənd olur. Necə ki Musəvi ilə Xamneyinin təzaddında Əhmədinəcad da onun qalxanı idi da, sipəri. Yoxsa o heç özü deyil. O onun adına orada cədəldədir. O təzaddın əlovlanması ilə yaşıl hərəkat meydana gəldi. Seyr-i həvadisə baxın, bu sistemin məşruiyyəti 60-cı illərdə məhv olmuşdu. Edamlar, sərkublar, o məşruiyyətin aradan qaldırılması cəmaətin mətninə geçməmişdi. Yəni millət ayıq olmamışdı o sahədə. Yəni yalnız siyasi hərəkətlər, yəni rejim ilə tərəf olmuşdular. Siyasi hərəkətlər məmulən toplumda bizim kimi, yəni geriyə qalmış toplumlardakı 100 il istibdad altında filan da. Ulan məsələn, cəmaətin 1-dən 3-ə can, 1-dən 5, yəni 5% cəmiyyət, 3% cəmiyyət siyasi hərəkətlərdə olarlar. Yəni ən çox 5%. Yəni %95 cəmiyyət bu hərəkətlərdən xəbəri yoxdur və ya o ağaqlığı da yoxdur. Ona görə orada bastırıldı o. Amma İranın iç hərəkətliliyi düzgün formada Xatəmi dövründən başlayır. Yəni əgər Xatəmi dövrü olmasaydı, o açılış, mətbuat sahəsində fəaliyyət, siyasi düşüncə filan sahəsində filan, o olmasaydı, kültürel mədəni alanda açıqlıq biraz, bəlkə heç zaman yaşıl hərəkatı formalaşmayacaqdı. Orada bir fərhəngi fəzanın açılması, amma yaşıl hərəkatda bir siyasi geniş dəyişikliyə meydana çıxan milyonlar insan ki, reformisti dəyişikliyə mərcibər əsli vilayət fəqi daşarı. Yəni, vilayət fəqi əslinə ölüm olsun, yəni qanun əsasından götürülənsin. Reformisti şuardı, amma böyük dəyişiklikdir. Fikrin vilayət fəqi götürsən nə olar? Burada bir böyük dəyişiklik gedər hər halda. Amma olmadı, nəticə vermədi. Siz fikriniz ki, əgər Xatəmi olmasaydı, yəni mənzur o Xatəmi hərəkatı, sonra yaşıl hərəkatı olmasaydı, qadın yaşam azadlıq hərəkatında bu gənclər meydana çıxacaqdılarmı? Məncə yol çıxmayacaqdılar. Gənc uşaqlar kimdir? O nəslilərin həmən Xatəmi devrindən sonra da yaşıl hərəkat devrinin o nəslilər ki meydana çıxdı, olan uşaqlar da çıxdılar meydana. Yəni bir nəslin törənməsi 1-2-5 illə deyil ki. Bu nəslin törənməsi, məsələn, Xatəmi dövrdə bir təmayül islah tələbi nə qədərdir? Hər halda amma gəlib məclisin əksəriyyətini təşkil etmişlər, elə deyil. Yəni, toplumda belə bir təmayül var idi. O geniş nəslin davamı yetirir yaşıl hərəkatına, onun davamında bu uşaqlar gəldilə meydana nədə olan, nəvələr, oğlanlar, uşaqlar deyirlər. Bu nəslə bağlı, keçən nəslə bağlı, çox da uzaq bir nəsl deyir. Hər halda sözüm nədir? Sözüm bir dəyişikliyə bir sürəc lazımdır. Tarixi sürəc o da. Siyasi tarix sürəci gözümüzün qarşısındadır. Yəni biz İranda hərəkatı və dəyişiklikləri genel təsir edici dəyişikliklərlə ata bilmərik kənara ki, olan təsirin bugün İranda bir hadisə düşürsə, bu yaxın zamanda və ya hətta biraz uzaq zamanda təsiratını bugünkü dəyişiklikdə gözdən atsaq, o yanlış olar. Hər halda məqsud budur ki, bu 3 təzaddı var İranda. Bu 3 təzaddı getdim və nümunlarını İranda göstərdim. Siz bu təzaddı beyni cinahini dünya səviyyəsində getsəz, ən böyük dəyişikliyə səbəb olandır. Baxın, Sovyet Birliyinə də Gorbaçov, İttihadı Şurəvinin Hizbi Kommunistində nə deyirdi? Reformist idi, prostorika istirdi. Onun qarşısında totaliterlərdirlər ki, məqərri dövləti topa bağladılar da, yadınızda. Amma reformist cəryanın iddialısında başqa cəmaətin himayəti vardı da ki, açıqlıq olsun bu toplum, açıqlıq lazımdır və əmələn onlar müvəffəq oldular. Avropa şərqinin dəyişikliyinə xalq qiyamları səbəb oldu. Əsli məsələdə rejim içində təzadlar, reformistlərlə totaliterlərin təzadının ortasından o xalqların meydana gəlməsi səbəb oldu. Yəni bu böyük bir təzadlıdır. Əvvəldə dedim ki, bu rejim içi təzadlılar əsli təzad deyirlər, amma əsli təzad, yəni xalqa istibdad arasında təzadın meydana gəlməsinə çox böyük şərait yaradırlar və İranın içində də belə bir təcrübə olub, dünyada da belə bir təcrübə olubdur. İndi
Mesela rəisi dövlətinin zamanının seçimində belə bir təzad meydana gəldimi? Mesela islah tələblər veya usulgəraylar? Yox. Yəni rəisi seçiminin o dövrki rəisi seçildi, o seçimdə iştirak etmək, yaxın gəlmək çox böyük yanlışlıq olardı. Çünki bir təzadın tətiklənməsi, istart olunması, genişməsinə şərait yox idi. Amma indi necə? İndi o görüşür. İndi bu Pezeşkiyanın məsələsində əvvəla bu təzad kamilən bu cibhəbəndilər müşəxxəsdir. Titun Xatəmi, Xatəmi ilə tamam o cibhəyi ki Xamne ilə müxalif mövqedə sistemin içində bunlar Pezeşkiyan yanında dururlar. Pezeşkiyan mövqeyi də islah tələblərindən mövqeyi ilə üst-üstə düşür. Onlar ona himayət edir. Yəni cinayət ki sistemin içində biraz da həzf olub, biraz da həzf olmayıb. Onlar dururlar bunun yanında. Əslən aşkara bu təzad yenə əlovlanma halındadır. Nə qədər əlovlanacaq, əlovlanmayacaq onu bilmirik. Amma əlovlanmağa istedadı varsa onu bilirik. Yəni bilməyən, görməyən o onun problemidir. Amma bu istedad, bu imkanın əlovlanması görünür. Yaxşı, burada binada ayrı bir təzad var Pezeşkiyan şeyindəki. O da əlovlanmaqdadır. Nədir o? O da bunun ilə Təbriz, Urmiyedən olması və Türk-Fars təzadını meydana gətirməsi. Baxın, İranın geçən 100 ilində bəzi vaxt adamlar fikir edir ki, məsələn, həttən Pezeşkiyan gəlsin, rəis cumhur olsun, bizə bəhrə versin, maliyyatı filan eləsin, onu beləsin, o deyil. Məncə Pezeşkiyan elə indi bu saat ki oturmuşuq, burada danışırıq, həman bu Türk-Fars söyləmini meydana gətirib, bu özü böyük bir iş olubdur. Elə olub geçib. Siz geçin burada xaricdə olan mərkəz faşist cəryanların danışıqlarına, müsahibələrinə və Pezeşkiyanın rəftarlarına, bu Əmir Əhmədinin danışığına baxın necə Cəlildən himayət edir. Məncə çox mühümdür ki, Pezeşkiyanı təcziyə tələb danışsın. Çünki onu təcziyə tələb demək də o da özün etibardan salır o. O özün etibar sağlıqda o adamlara ki, bugün təcziyə tələb deyilə toplumda, onlara etibar qazandırır. Yəni sən nə mənə? Bu iş indi başlanıbdır. Məncə elə hətta bu çıxmasa da bir iş görüldü. O da budur ki, Fars-Türk nədir o? Bu həman xalqlarla daxili istimar təzadını tətikləndirmə, start etmə, meydana gətirmə. İndi cərəyandadır bu. Yaxşı, burada Pezeşkiyan iki təzaddı əlovlandırır. Bir tərəfdən cinahiyini təzaddı aparacaq ora, amma nəyə barmaq qoyur? Xalqla istibdad təzadına barmaq qoyur və xalqlarla daxili istimar təzadına barmaq qoyur. Bu çox önəmli məsələ. Bu gedir nəyə? Orada o çatlağı rejimin içində çoxaltsın. Çatlaq aydındır çoxalacaq. Bu adam Xatəmin onun yanında durur. Yəni bunun səfarayisi göstərir ki, bu gedəcək savaşa əgərsə seçilirsə. Orada ciddi bir təzad, ciddi bir çatlaq düzələcək. Bizə, bax bizə, o pozisyona və ya xalqlara, qeyri-fars xalqlara o çatlaq lazımdır. Pezeşkiyan teori sahəsində çox zəif gedir. Amma o demək deyil ki, mübahisədə meydana gətirənməyən teorini onun beynində bir xətt yoxdur. Elə deyil. Xətt aşkardır. Ona baxsan, görürsən ki, o Cəlili ilə onun xətti dəqiqən aşkardır və bunda indi hər kəsə də bəllidir. İndi rejim içində təzad açılırsa, bu iki təzadda şərait yaranır əlovlanmasına. Yaxşı, onun qarşısında alternativ nədir? Alternativ təhrimçilər, boykotçular. Tamam, İran International onun başında durur. İran International da təəssüflə bu son zamanlarda bir hizbə çevrilib. Qabaqçalar biraz fəzazat vardı, amma indi də tamamen bir hizbi siyasət aparır. Xətti təhrim aparır. Yaxşı, baxın, onun qarşısında blokçular var, təhrimçilər ki, mütləq təhrimçilər. Yəni, başqa söz danışmayacaqsınız. Pezeşkiyanla Cəlilinin heç fərqi yoxdur. Yaxşı, bugün rəylər və səslər verilib. Əgər bu səslərdə 3 milyon artış olmasa, nə olacaqdı? Cəlili rəis cumhur olacaqdı. Bunlar deyirlər ki, İranın müxalifətində duran mütləq təhrimçilər deyir ki, kimsə getməsin səsə. Bugün birinci şeydə səs verdiyində bəlli olur ki, Cəlili olacaq da bu səslərdə. Orada 2 milyon qabaqdır. Qalibafın rəyləri gələcək, bunun üstündə də hamısı yox, çoxluğunda bu seçiləcək. Yəni bu təhrimçilər bağırırlar ki, Cəlili rəis cumhur olsun. Bu sözü budur. İndi burada bir sual gəlir. Cəlili olursa nə olur? Pezeşkiyan seçilirsə nə olur? Biz bunu danışdıq ki, bu ərəfədə, bu gedişatda, bu təzadlara barmaq qoymaqla bir iş görülə bilir. Yəni bir ağahlıq da milli maarifləşmə və ya siyasi maarifləşmə meydana gəlir, mənim nəzərimə gəlir.
İkinci dərəcədə seçilirsə Pezeşkiyanla Cəlilin arasında heç bir təfavüt yoxmu? Müxalifəti ki, bu gün oturub və təhrimi müxalif qətini deyir, boykot qətini deyir. Cəlilin tərəfdarıdırlar, istəsələr, istəməsələr. Əcəba Cəlilə hakimiyyət gəlsə nə olacaqdır? Bunu bilmemiz lazımdır və bu sayede siyaset götürmemiz lazımdır. Mənə çox bağışlayın, biraz uzun oldu. خب آقای پزشکیان یه آدمیه که ناشناخته نبود. همونجوری که خودتون درست گفتید در خود مجلس هم یه فراکسیون به اصطلاح اقوام درست کرده بود، قومی داشت، ترک زبان ها. بعدش هم خودش هم گفته من پن ترکم، یعنی ترکی. ببین نمیگه من آذریم، میگه من ترکم. این خیلی مهمه. خب بعد آقای پزشکیان ما میدونیم که میره کردستان به کردی سخنرانی میکنه، در آذربایجان به آذری صحبت میکنه، ترکی به اصطلاح خودش صحبت میکنه. خب این آدم باید با چه زبانی به این کشور، به این مردم، به آقای خامنه ای، به نیروهای نظامی ما بگه که من تجزیه طلبم؟ با چه زبانی آقای پزشکیان باید بگه با آقای خامنه ای و سپاه و نیروهای دیگر و وطن پرستان که من آقا تجزیه طلبم، که من حداقل پن ترکیست هستم؟